Yaxşı usta nə verərsən deməli deyil. Yaxşı usta öz işini bilməlidir və öz işinin qiymətini də bilməlidir. Bir də ayrıca bunu qeyd edeyim ki, usta işləyir, bütün qan tər içərisində, toz torpaq içərisində. İşini bitirəndən sonra iş yiyəsi deyir ki, get inşallah pulunu göndərəcəm. Sən insansan, təbii ki, başa düşürsən, yaxşı, tamam, inşallah göndərərsən deyirsən. Yəni gedirsən üstündən bir gün keçir, 3 gün keçir, 5 gün keçir, hələ də pulunu göndərmirlər. Mən üzümü tutub buradan bu iş gördürənlərə deyirəm ki, usta işləyirsə, işin bitirər-bitirməz ustanın pulunu vermək lazımdır. Onun təri soymadan pulunu vermək lazımdır. 1000-ə qarşı 300 verənlər var, 200 verənlər var. Qalan qismini ayrı-ayrı göndərəcəm. 301, 201. Ustanın işini, yəni əziyyətini bu qədər yerə çaxmaq lazım deyil də. Adam əziyyət çəkir, adam tərləyir, adam iş görür.